Yazsam, yazıramsa feilləri haqqındakı səhv fikirləri müəyyən edin. Hər ikisi isə ilə işlənmişdir. Yaz sözün kökü yazsa, yazsam. Yaz sözün kökü yazır, yazıram, yazıramsa. Birinci sözdə sasə şərt şəkilçisidir. İkinci sözdəki sasə isə isədir. Bunu da hardan bilirəm? Çünki şərt şəkilçisi olan sözlərdə zaman şəkilçisi istifadə olunmur. Çünki bütün şəkillərin hər birində gələcək zaman anlayışı var. Yəni özləri zaman anlayışı daşıdıqlarına görə əlavə bir zamana ehtiyacları olmur. Amma yazıramsa da isə hissəciyi olduğuna görə istədiyimiz kimi zaman şəkilçisilə istifadə edə bilirik. Bir yanlışdır. Birində isə xəbər şəklinə qoşulmuşdu, doğrudur. Hər hansısa bir zaman şəkilçisinin olduğu feil xəbər şəklində sayılır. Birinci sayda, ikinci düzəltmədir. Xeyr, hər ikisi də saydədir. Cümlədə hər ikisindən sonra vergül yazılır. Bəli, şərt şəklində də, isə hissəciyində də hər zaman vergül qoyulur. Hər iki feil indiki zamandadır. Yazıramsa sözündə ır şəkilçisi indiki zamandadır. Amma yazsam sözünün üçün eynisini deyə bilmərik. Şəkillərin hər birində gələcək zaman anlayışı var. Ona görə də biz burada olmayan bir zamana indiki zaman deyə bilmərik. Cavabımız oldu 1, 3, 5.